Bir video ilə qarşınıza gəlmişəm. Niyə türkcə danışıram? Türkcə danışmıram. Əgər belə reels videolarımda, mahnılarımda spoiler belə türkcə danışdığımı, türkcə oxuduğumu falan desəniz, belə desəm də vətənə xəyanət kimi linç yiyəcəyəm. Mən olsa vətənini sevmir deyə linç yemişdim mən bir dəfə. Bu səs bu arada pəncərədən gəlir. Deyim belə. Türkcə danışıram. Türkcəni öz dilim kimi qəbul edirəm. Necə türklər bizə hörmət eləyir, öz dili kimi qarşılayır Azərbaycan dilini. Ona görə hər iki dildə önəmlidir. Azərbaycanca da, türkcə də. Amma türkcə danışıram çünki türk dilini sevmirəm. Özümü türk dilində özümü daha çox ifadə eləyə bilirəm. Türk dili danışanda nə bilim özümə daha çox səmimi hiss eləyirəm. Bildiniz necə? Yəni ona görə də türkcə dediyimə görə də linçlənəcəm. Amma yəni Türkiyə. Amma məncə bu danışdığımız dillərə görə linçlənmək bir-birimizi düzgün bir şey deyil. Çox da şey eləmək istəmirəm, onsuz da linçlənirəm hər gün. Bu videoya görə də linçlənmək istəmirəm. Sadəcə buna bir aydınlıq gətirmək istəyirəm və belə bir video çəkdim. Həmin videoda, bayaq çəkdiyim videomda haqqımda bilinən yanlışlardı. Belə bir yorum oxudum ki, Madina vətənini sevmir, türkcə danışır, xeyr. Hətta orada da dedim ki, belə bir video çəkəcəm özümü açıqlamaq üçün. Türkcə danışıram, türk dilini özümə daha çox səmimi götürürəm. Özümü türk dilində daha çox, belə deyim, şey eləyə bilirəm, anlata bilirəm, başa sala bilirəm özümü. Amma normal belə günlük həyatda hamı ilə Azərbaycanca danışıram. Sadəcə mən kamera qarşısında bir dənə türkcə danışıram. Bu ilgi görmək üçün və yaxud odak toplamaq üçün deyil. Belə bir açıqlama edeyim sizə. Bunu da bilin. Nəysə.